Salam bir daha dostlar, xoş gördüyünüzü. Bundan əvvəlki videoda qeyd etdiyim həmin o qəbula düşmüş çətin riyazi cədvəllə bağlı olan hissəyə baxacağıq. Qeyd edeyim ki, bu sual həqiqətən özündə hesablama olaraq bir çətinliyi ehtiva eləyir. Normalda, məsələn, kimlərin ki vaxtı varsa, kimlərin ki bir 10 dəqiqə, 15 dəqiqə vaxt sərf eləmək istəsə, bəli, bax bu o sualdır. Mənim edəcəyim şey burada nədir? 23 yanvarda da bu sual qəbula düşmüşdü. Bax burada yazıbdır ki, dövlət büdcəsinin üzrə son gəlirlər proqnozunun ilkin gəlirlər neçə faiz çox olur? Bax, son gəlirlər proqnozunu verir. Keçən səfər bizim bir dostlarımızdan biri belə bir şey deyir. Deyir, mənim desin cədvəldə yaddan çıxıb çox rəqəmi yazmamısan. Əslində dostlar, bu cədvəlin elə əsas məqsədi odur ki, sən özün tapasan görüm o rəqəmlər nədir? Bax, fikir verin. Buradan görürsünüz yazıb 33 tam 10 mində 8905, 16 tam 10 mində. Bunu bilirsən nə var? Son iki rəqəmi buradan sileyim. Son iki rəqəmi buradan. Üstüne da 33'dan %89 için bakmayıp sen ne var? Elə bil 3389'dur. Bu da ne olur? 1615. Birincisi arasındaki fərqi taparım. Arasındaki fərqi tapsam değerli dostlar, bu məndə etmiş olur. 1774. Əslində bu 17 tam 174. Sadəcə olaraq bəzilərinizin o tam hissədən, vergül hissədən zəhləniz getdiyinə görə silmişim. İndi burada ne yazıb? Bax, bu deyir 88,9% artma göstəricisi. Bu da yazıb 11,6%. 8 bir şey mənim üçün 100%dir. Əgər artırsa, bu mənim üçün bilirsiniz nə deməkdir? Yəni, artıq mənim üçün bu 1774 hansısa bir ədədin 108,9%-idir. Bəs müəllim, bunu necə eləyə bilərəm daha rahat yazım? Dostlar, buradan vergülü tullasan, burada bir dənə sıfır əlavə eləyə bilərsən. Niyə? Budaqlı bölmədən istifadə edirsən. Yəni, və yaxud da ki, belə eləyək. 108,9%-im deyil. Bunun 100%-ini tapıram. 100%-im nə qədərdir? X. Çarpazlaşdıraram verilən misalda. İndi mən bəri başdan hesablamışam qiymətlər. Dostlar, X bizim üçün bərabərdir 1629. Yenə qeyd edirəm. 1629, yəni 16,129 kimi demirəm ki, sənin üçün çətinlik olsun. 1629. Demək bu sən demə, neft-qaz sektoru üzrə 1629 imiş şu ədəd olaraq. O 8,9% artıq neyini gəlib olub? 1774. Bu 16 tam, yəni 1615-də hansısa bir ədədir? 1615-də. Hansısa bir ədəd neçə faizidir? 11 tam onda yox ha. 111,6. Niyə? Bu amma desəydi ki 11,6% azalıb, məsələn belə bir şey də deyim. Onda yazardım 88,4%. Çünki bu nə yazıb bura? Proqnoza nəzərən artma faizi. Bu da mənim üçün 111,6%-dirsə 100%-im nə qədərdir? X. Çarpazlaşdırsam dəyərli dostlar. Bu da mənim üçün 1447. İndi mən bunun şeyini tapmalıyam, ilkin göstəricisini. Bu ikisini toplasam, yəni verilən misalda 1447 üzərə gəlinsin. 1629. Bu eləyir dostlar 6, 1 yadda, 7, 0 və 30. Bu delir məndə sən demə neçəymiş? 3076. Yəni indi 3076, biraz məndən nə soruşur? Deyir, son proqnozun ilkin proqnoz olan nisbəti neçə faiz artıb? 30.000, 3076 imiş olub nə? 3389. Necə taparam artmasını? Ya götürüb bu 3389-u birbaşa bölərəm. 3076-ya vuraram 100-ə. Təbii ki, 100-ə vurub elə budaqlı bölmə ilə tapa bilərsiniz. Buradan danılır 10 tam, daha doğrusu 110 tam vergil 1, 7 və s. Əslində bu 100-dən artıq aldığım cavab, yəni 100-dən artıq nə almışam? 10 tam onda neçə? Bu mənim cavabımdır. Həmin bax bu 10 tam onda neçəndə məndə görün nə soruşur? Onda 1. Onda 1 mərtəbəsi bax 1-ə qədərdir. Təşlik mərtəbəsi buradır, onluq mərtəbəsi buradır, 100-də 1 buradır. Deyirik 10-da 1-ə qədər yuvarlaqlaşdı. Bundan sonra gələn ədəd 5-dən yuxarıdırsa, o avtomatik çevrilib olur nə? 10. Bu da 17 neçə ilə 2. Cavab edir 10 tam onda 2. Bu ekranda gördüğünüz sualda dostlar bizim sınaq toplumumuzda 15-ci sınav 13-cü sualı. Bir də hər ehtimala qarşı imtahana getməmişdən əvvəl ola bilər kimlərinsə məlumatı yoxdur. Son imtahan qəbul suallarının içərisində bizə 4-cü sual düşmüşdü. Bəlkə yenə düşə bilər. Ona görə bu suala da istəyirəm bir daha izləyim. Düzdür?
Zaman olaraq bir müddət əvvəl izah eləmişdik, bir neçə gün bundan əvvəl. Amma yenə də istəyirəm baxaq. Və dostlar, mənə miqdar verməyib. Miqdar verməyibsə, burada verilən tonu özüm üçün bir x-də götürə bilərəm. Və yaxud da ki, həm 14-ə, həm 2-yə, həm 7-yə bölünən bir sadə bir ədəd də götürə bilərəm. Amma mənim işim nədir? Gəlin bu misalda indi birdən bizə versəlik 250 min. Talım ton neftim var. Onda mütləq o 250 min ton nefti daxil etməliyik misala. Bu arada dostlar bizə tonla yox, misalı versəydi barellə verəcəkdi. Çünki niyə bir barel, bir ton içərisində neçə bareldə onu da hesablamaq var. İndi baxıram bu hissəyə. Mənə deyir ki, hər 10 dollara görə nə qədər artmalıdır bunun miqdarı? 0,7. Yine bir məsələn 60 dollara satsaydın nefti, olduğu kimi satırsan. Amma 70 dollara satası olsan nefti, əlavə sənə bu 10 dollar artdığına görə plus 0,7-də nə edir? Gəlir. İndi baxıram bu hissəyə. Biz bu sualı artıq bununla ikinci səfərdə qəbulda görürük. Deyirik bir x ton neftim var. 56 dollardan satılan var. Nə hissəsi? 14. Yəni x ton nefti vuraram 14'də 3'ə. Onu da vuraram nəyə? 56'ya. Niyə 56'ya? Yəni bunun 14'də 3 hissəsi. Bax özü də verib dostlar. Yəni qırmızı olan hissə, kiçik hissəsi. 56 dollardan satılır. İndi 56 dollardırsa üstünə gəlirəm. Plus. Deyir indi bunun 2'də 1 hissəsi. Yəni göy hissəsi. Nə qədər satır? 116 dollardan. İndi həmin o x'i vururam 2'də 1'ə. X yerinə rəqəm versə rəqəm yazacaqdım. Amma o mənim işimi artıracaqdı. Məsələn yazsaydı dedim kimi 250 min. Gəl indi 10 2'də 1'ini tap. Təzədən 2'də 1'i götür vur təzədən nəyə? 116'ya. Bir də dostlar bunun üstünə də gəlirəm əlavə olaraq. Deyir həmin neftdən söhbət gedir. Bunun 7'də 2'si x vurulsun 7'də 2. Üstə də gələr vurulsun əlavə olaraq 105. Bunların hamısının yekun toplamında vurub bölüb çıxıb alandan sonra alır 100 dollar. Yəni sənin bir neftinin ortalama qiyməti neçə dollar imiş? 100 dollar. X'i də ən hətta ki, məsələn, bunları götürüb toplayardım. Heç X'i bura yazmasaydım da belə dostlar. 14'də 3'ü vurub 56, yəni X kimi yazıb. 2'də 1. Bunları yazıb. Sallah 250 min versin. 250 minə vurmadan. X kimi götürüb yazardım. Ən sonunda bu X'in də yerinə mənə verəcəyi ədəd olsa yazardım. İndi burada deməli bir tonlu, yəni bir barelini ortalama neçə dollarla satırıq? 100. Sən normalda 60 dollara satmalısan bunu. İndi neçə dollara satırsan? Dolların işarəsi səhv yazmışıq. 100 dollar. Bax indi bunu 100 dollara satsam, neçə dollar artırdım? 40 dollar. Hər 40 dollarda əlavə olaraq nə qədər gəlir qazanıram? 0,7. 40 dollarım neçə dənə 4, neçə dənə 10 dollar var? 4 dənə. 4'ü vururam 0,7'yə bərabərdir 2,8. Bu 2,8'i də əlavə olaraq dostlar. Gəlirəm bu ümumi məbləğ var 51,7-nin. Onun üstə gələ 2,8. Bu da bizdə bərabərdir. Alınmış olur 54,5. Bu da məndə təşliş mərtəbəsinə qədər aşağıda yuvarlaqlaşdırmamı soruşur deyə. Verilən cavab 5 və 5'dən yuxarı olduğu zaman yuvarlaqlaşdırıb alırsan bunu 55. Hər ehtimala qarşı buna da baxın. Plus mən istəyirəm burada ekranda sizə qəbul suallarına bu üçüncü suala da baxmağınızı nəzər yetirib. Kimlər günorta imtahana gedirsə və ya da ki, növbəti imtahanlara baxa bilərsiniz. Üçüncü sual. Plus burada ekranda bəzi sualları. Bəli, 9-cu sual yenə imtahanda vardı. Fiqurun bucağına fırladılması. Aşağıda linki yerləşdirəcəm. Orada da geniş formatda izah eləmişəm nə olduğunu. Perimetrə baxa bilərsiniz. Fiqurun sayılması yenə vardı. Bundan əvvəl göstərdiyimiz marafon suallarının hamısında geniş formatda bunların izahı var. Ümidvaram bu videoda sizlər üçün faydalı oldu dəyərli dostlar. Kanalımızı izləməyi və videonu bəyənməyi unutmayın. İnşallah növbəti qəbul suallarla da axşam sizlərlə görüşərik. Hər birinizə uğur arzu edirəm.